Həbin salamlayıram, əzab tənəklər, xoş gördük sizləri. Bugün sizlərlə mən 5 oktyabr Güvən nəşriyyatının keçirdiyi sınağın izahını verəcəm. Deməli, bundan əvvəl biz OTK-nı da paylaşmışıq, həm 10-cu sinif, həm 11-ci sinif. Güvənin də 9-u paylaşılıb, 11-də çəkirik Caner müəllimlə birlikdə. Və sizlərə bildirim ki, sınaqlar qrupumuz, o möhtəşəm sınaqlar qrupumuz artıq başlayıb. Saysız, hesabsız, mükəmməl sınaqlar işləmək istəyirsinizsə, bizə yazın, qoşulun bu sınaqlar qrupuna. Hər birinin izahları var və qiymət də çox cüzidir. Və o sınaqları işləyəndən sonra sizin nəticələriniz daha da inkişaf edəcək. Eyni zamanda onlayn dərslərimiz də davam edir. Əyani dərslərdə həm 20 yanvarda keçirik, həm də Neftçilər filialımız var. Keçə izahı. Deyir ki, A tək B cütdürsə, hansının qiyməti cütdür? Bunları biz düzdür. Ən sadə demişdik ki, tək deyəndə 1 verirəm, cüt deyəndə 2 verirəm. Bu qayda ilə gedirik. Hansının qiyməti cütdür? İndi A 1-in kvartı 1-dir. 3-ü də vuranda 1-ə və 2-ə vuranda 6 üstə 1, 7. Bu tək oldu. AB 2 1-in 2, B-nin kvadratı. Onsuz da B cütdür deyənə, cütün kvadratı da cütdür. Cütü də təkə vuranda cütdür. Cütün cütlə cəmi də cütdür. Cüt elədik. B-nin kvadratı 2-nin kvadratı 4-dür. Bu da, bax məsələn B-nin kvadratı, B cütdürsə kvadratı cütdür. A tək olsa da cütə vuranda cütdür. Cütlə cütün cəmi cütdür. 2 ilə 3 olur da. Hələ 4-ə baxaq. 3AB, 3-ü A-ya və B-yə vuranda 6 plus 4. Bu da cütdür ki. 3AB, 3-ü A-ya vurdum, B-yə vurdum. Yəni B cütdür deyənə cütü nəyə vursan vur, cüt olur. Bu da cütün kvartı, cüt olur. 2, 3, 4. Cütlər. Deyir, neçəsi doğrudur? A-la B-nin kəsişməsi A çoxluğuna daxildir. Bu doğrudur da Caner müəllimə. Çünki A-la B-nin kəsişməsi bəli, A-la B-nin kəsişməsi o deməkdir, kəsişmə nədir? Ortaq. Yəni, deməli, bu A-la B-nin kəsişməsi A-da var da, ortaqdır axı. Bu deməli, A-ya daxildir, A-nın ad çoxluğudur. Burada bu səhvdir. Çünki boş çoxluqla A-nın birləşməsi A-dır. Kəsişməsi boş çoxluqdur. Çünki kəsişmə ortaq deməkdir. Sonra, A çoxluğu birləşmənin ad çoxluğudur, bu da doğrudur. Bu doğrudur, çünki həqiqətən də birləşmə o deməkdir ki, həm A-dakılar, həm B-dəkilər var və A da onların içindədir deyənə A onların ad çoxluğudur. 4 doğrudur, çünki A ilə boş çoxluğun birləşməsi A-dır. Bu da doğrudur da, bu da. Çünki A ilə B-nin kəsişməsi birləşmənin ad çoxluğudur da, çünki birləşmədə hamısı var. Kəsişmədə yalnız ortaqlar var. Deməli, onda bu da doğrudur. Onda 4 dənəsi doğru olur. Məncə səhv etmədim burada. 2-də doğrudur da, hə, kəsişməsi hər ikisində olan ortaqdır, birləşməsi də, deməli, ad çoxluğudur. Buna baxaq. Rənglənmiş hissəni tapın, deyir. Rənglənmiş hissə, əzizlər, ümumiyyətlə, burada belə bir şey var ki, boş olanı götürmürsən. Yəni, hansısa boşdursa, onu götürmürsən. Məsələn, burada B-dən heç nə götürmür, B boşdur, B-ni götürmürəm. B-ni açıqıram. Yəni, cavab buradan görsənir ki, cavab B-dir. Çünki boş olanı çıxmaq lazımdır. Boş olan B-dir, B-ni çıxıram. B-ni nədən çıxıram? Təbii ki, A ilə C-nin birləşməsindən çıxıram. 64. Amma güvən sınağı o deyil, yəni OTK-nin yanında o deyil. Yəni, OTK imtihana daha uyğundur. Bir də bizim eylərin sınaqları. 1-in üstə 2-də 1 gələndə 2-də 3, 1-dən 3-də 1 çıxanda 3-də 2, 1-in üstə 4-də 1 gələndə 4-də 5, 1-dən 5-də 1 çıxanda 5-də 4. Belə gedir də. Məsələn, sonra növbəti olacaq 1 çıx, 1 plus 6-da 1, 6-da 7 və 1, deməli, plus 6-da 1-dirsə, 1 çıx 7-də 1, 7-də 6. Belə davam edir. Axırıncısı da 1 plus 24-də 1-dən əvvəlki 1 çıx 23-də 1-dir, 23-də 22. 1 üstə 24-də 1-də 24-də 25. İndi bir dəqiqə, burada deyəsən nəsə səhv getdi. Plus deyəndə vurulsun. Bu 1 çıx 23-də 1 idi. Bundan əvvəlki də 1 plus 22-də 1-dir, o da 22-də 23. Hamısı ixtisar gedir. Hamısı ixtisar gedir. Qaldı 24-də 25. B variantı. Sonra
Yazıb ki, şəkər tozunun 1 kiloqramının qiyməti 2x manatdır. Əgər şəkər tozunun qiyməti 25% artsa, 3x manata nə qədər almaq olar? Belə deyək də, 1 kiloqram 2x manatdır, 1 kiloqram. İndi əgər qiyməti 25% artsa, 2x-in 125%-ni tapıram. Çünki artanda 100-ün üstünə gəlir yaxı. Onda 25-ə böləndə 5-dir, bu 4-dür. 2 ilə 4 gedir, 2 oldu, 2,5x. Yəni artıq qiymət 2,5x-dir. Yəni əvvəl 1 kiloqramı 2 manat, yəni 2x idi. 2x-dir, 2 manat deyək də buna. 2 manatdır bu. İndi 2,5 manatdır. İndi sənə deyir ki, 3 manata nə qədər olmaq olar? Təbii ki, 3-ü böləcəm buna. Yəni görək ki, 3x manata nə qədər almaq olar? Elə ki, belə düşünün də. Tutaq ki, 1 kiloqramı 5 manatdır. 15 manata neçə kiloqram almaq olar? 15-i bölürsən 5-ə 3 kiloqram. Bu da onun kimi. 1 kiloqramı 2,5x manatdır. Yəni lap onu x qarışdırırsan, elə bir ki, 2,5 manatdır. Bəs 3 manata nə qədər almaq olar? 3-ü bölsən 2,5-ə bir dəfə nə qədər qalır? 0,5. O da deməli, gələn yaxşı belə özümüzə çaşdırmayaq da, elə 10-a vuraq 30/25. 10-a vururam da 1,2 eləyəcək də bu da. Bu qədər almaq olur. Asadda prosta bir balaca xırda çaşdırıcılığı ola bilər. Bu heç, bu standart sualdır. 4-də 3 bölünsün. 4-də 3-dən 1 çıxanda nə edir? 4-də 3-dən 1 çıxanda eləyir -4-də 1, hə? 1-dən də 4-də 3 çıxanda neçə eləyir? 4-dən 3 çıxanda 4-də 1. Düz eləyirəm də. Oldu -4-də 3 plus 1, 4-də 1. Bu nə sualdır ki? Baxaq buna. Deyir ki, yaxın heç ləzzət eləmir bunun sualları. Yəni o deyil. Hansı ən böyükdür? Hə, təbii ki, burada bunların tarazlaşması üçün düşün də, səncə burada məsələn də elə ikisini götürək, o birisilərə müəyyənləşdirəcək. Burada A-nı 5-ə bölə, B-ni 6-ya bölə. Bunlar məsələn tutaq ki, lap elə belə eləyək də, 1-ə bərabər eləyək. Tutaq ki, hamısı 1-dir. A böl 5 1-dirsə A5, B böl 6 1-dirsə B6, C7, D8, Y9. Hansı ən böyükdür? 18 ədədi 30 ədədinin neçə faizidir? Faizinə gələ 30-un neçə faizidir? 2 ədədin faiz nisbəti deyil bu. 1 ədəd A, B-nin neçə faizlərində A böl B vur 100 deyil. Yəni 18 30-un neçə faizdə 38 böl 30 vur 100. 60. Elə bildim 2 ədədin faiz o birisi verirlər. Cahil müəllim, sənin üstü batmaq istəyirəm. Çünki həqiqətən də güvənin imtahanı zarafatsız. Yəni izah eləyirəm və OTK-nın imtahanı həqiqətən OTK-nın imtahanı yaxşıdır. Uşaqlar, yəqin ki, bundan sonra güvənin izahlarını çəkməyəcəyik. Da indi yarınçı qalmasın, sən çəkərsən Cahil müəllim. Amma suallara baxıram, imtahandan yaxından uzaqdan əlaqəsi yoxdur. Bunun kəs hissəsini tam. Belə şey düşür imtahanda. Topluda var da, budur. Yəni elə bil ki, o deyil də artıq, o deyil. Zarafatçı o deyil. Bizim imtahanlardır, eylərin imtahanları. Bir də OTK-nın imtahanları. Məsələn, birbaşa imtahan sisteminə yox. Cəhəl müəllim, buyur izah edin. Hissəbləşdi mi? Təzyiqim də düşür. Səs-səyə mikrofonla gələcək. Yenə mən gəldim. Bəli, 15 dəqiqə bitmədi bunlar. Allah görək nə deyir. ACP nöqtələri bir düz xətt üzərindədir. TKS nöqtələri də bir düz xətt üzərindədir. AP plus PC bərabər AC, TK plus KS bərabər TS. Hansı nöqtələr
digər ikisinin arasında yerləşir. APC bir nüsxət üzərindədirsə, APC bir nüsxət üzərindədirsə, məsələn belə yazıram. APC sallayıram yerlərini, sıralamanı bilmirəm. AP ilə PC-nin cəmi həqiqətən AC-ni verir. Deməli P ortadaymış. Bax elə ki APC bir nüsxət üzərindədir, amma bu əslində CAP-də ola bilərdi. Məsələn yerini dəyişib ki başa düşəsən. Ola bilərdi ACP. Onda AP ilə PC-nin cəmi balaca AC-ni verməyəcəkdi. Yoxlamalısan, prosta elə sıralama ilə veriblər, birbaşa cavab çıxdı. Yəni burada P ortada yerləşir. Bir də şərt pisdir. Niyə? Bu başqa bir düz xətdir. Bu başqa bir düz xətdir. Başqa düz xətlərin tənlikləri var. Deyir, hansı nöqtələr digər ikisi arası yerləşir? Nə bilim. Qarib. Tıkı qısı tısı. Elə tıkısını da verdiyi aracılıqla yazan, yesin cavab gəlir. Tıkı ilə qısının cəmi tıs. Mənə verdiyi cavab. Sən necə sallayarsan da, burada C ortada, burada K ortada cavab çıxar. Elə bir cavab yox. Niyə yoxdur elə bir cavab? AP ilə PC-nin cəmi AC isə P ortadadır. TK ilə KS-nin cəmi TS isə K da ortadadır da. Hansı nöqtələr digər ikisinin arasında? Burada P digər ikisinin arasındadır. Düz demir, hə? Yox, C deyil orada, burada P'dir. Burada P ikisinin arasındadır, APC. Mən ötə düz yazmışam bunu. Burada ACP'dir, mən APC yazmışam. Mən nəsə düz yazmışam. İlk dəfə görürəm, mən prosta nəsə düz yazmışam. Burada P-dir, burada K-dır. P ilə K-dır, PKK. Yəni, bax, burada elə bir ki, ACP yazsaq alınmırmış. Hə, burada yazmışam ya ACP-ni mən. Burada alınmayıbdır. Yəni, sıralamanı özün düz qoş eləməlisən. Mən nəyə görə elə yazmışam? Burada AP, PC-ni görmüşəm, elə yazmışam. Burada məsələn TK, KS-ni görmüşəm, elə TKS yazmışam. Burada verilən sırayla yazdım, gördüm, dümdüz oturur. Ona görə belə almışam. 70-ə gəlsək, ABC 48-dir. Çap eləyəcəkmi? ABC 48-dir, BC DK-ya paraleldir. BC DK-ya necə paraleldir? Bu, buna paraleldir, lap gözəl. Daha sonra nə var? ABC B-də yeni tapma var, 90 dərəcədir. İndi, baxın, əgər buna bərabərdirsə, yəni paraleldirsə, bərabər deyil təbii ki. Mən nə edə bilərəm? Mən məsələn belə bir şey edə bilərəm, bunu uzadaram. Məsələn, bunlar paraleldir deyə, elə ki bunu belə sürüşdürmüsən qırağa. Onda belə çıxır ki, bura 48 olmalıdır. Bura 48 olmalıdır. Düzdürmü? Bu 90-ın qonşusu da 90-da aydın məsələdir. Onda bura 48, bura 90, burada bir alfa deyək. Bilirəm ki 48, 90 və alfanın cəmi 180-dir. Onda yazıram ki 48, 90 plus alfa bərabər 180. Alfa çıxır 42 dərəcə. Bizə nəyi soruşur? BDY-ni tapın deyir. BDY. Nə? Hə, BDY-ni tapın deyir. Bunu 48-90. Onu mən tapmışam da. Onu mən tapmaya getdim, bunu tapdım. Mən elə bildim, yəqin axırda bunu, çünki sualın məğzi, yəni mən suala baxanda düşündüm ki, gələcək bunu soruşacaq. Nəsə bunu soruşurmuş ya. Onda o bir tərəfi nəyə vermirsən sən, Allah ev edirsən. Bunu soruşurmuş elə. Əla. Tapdıq amma yəni. 71, 3, 4 nisbətən o ikələrin cəmi 28-dir. Biri 3x olsun, o biri 4x olsun. Bunların cəmi əgər 28 isə 7x 28, x də bərabər 4 çıxacaq. Hasilini tapın deyir. Biri 3x-dir deyə 3 vur 4, 12. O biri 4x-dir, 4 vur 4, 16. Bunların hasilini eləyəcək. 144 çıxasın, 140 eləməyəcək, yox. 196 çıxdı, 192 eləyəcək. B-bənd. Bu nə tər tapdım bilirsiniz? Bax, 12 vur 16. Deyin biləsiniz. 12-ni yazdım beynimdə təbii ki, 14 çıx 2. 16-ni yazdım beynimdə 14 plus 2. Bu oldu kvadratlar fərqi. Oldu birincinin kvadratı çıx ikincinin kvadratı. Cavabı tapdım. Belə də yazmaq olardı. 16-nı 10-a vurardım 160, 2-yə vurardım 32, yenə 192. Yəni, nə danışıram mən? Görürsən, toplanmasını öyrədirəm burada. İndi bunları sıfırdan kiçiltsə, bunlar mənfi elədir. Məsələn, bu mənfi 1, bu mənfi 2 olsun. Aydın məsələdir. Aparam yerinə qoyuram, görürəm bu mənfi 3 eləyir. Moduldan təbii ki, müsbət çıxmalı deyək, qabağına bir dənə mənfi atıb belə çıxardırıq. Burada isə B-nin yerinə mənfi 1 qoyanda, bu olduğu kimi, yəni 2 çıxılsın mənfi 1, 3 eləyir, mənfiyə dəyir. Olduğu kimi, yəni müsbət olduğuna görə, olduğu kimi çıxardıram. Mənfiyə dəyəndə bu belə bir şey baş verir və bu hamısı qalır. B gedən də yoxdur, gələn də yoxdur. 2 qalır, çıxa qalır, 2 dənə də B var, belə bir şey qalır. O variant, C variantında mənfi A da var, 2B də var, 2 də var. Belə də maraqlı olmayan bir sualdır. Gündə 5 saat işləyərək 20 kvadrat sahəni 4 gündə şumlayan bir işçi, gündə 6 saat işləyərək 30 kvadrat sahəni
neçə günə şumlayar. Bax, belə deyim. Gündə 5 saat işləyir, 4 gün işləyir. Onda 20 saat işləyibdir. Yəni 20 kvadratı 20 saata işləyibdir əslində bu adam. İndi gəlin belə eləyək. Gündə 6 saat işlədik, neçə gün lazım olur? Məsələn, x gün. Hər gün 6 saat işləsə, x gün eləyəcək 6x saat. Bilirəm ki, bura 6 vur x saatdır. Çünki bayaq necə eləmişdim? Günü saata vurmuşdum. Gündə 5 saat, 4 gün. Saatı ümumi almışdım. Burada günü saata vurdum, elə ki, saatı ümumi aldım. Neçə kvadrat? 30 kvadrat. Bəs sizcə bu düz mütənasibdir, yoxsa tərs? Kvadrat artsa, yəni eləyəcəyim sahə böyüsə, təbii ki, ona sərf edəcəyim zaman da artacaq. Ona görə düz mütənasibdir. Nə edəcəm? Çarpaz vuracam. Əslində baxanda 20-yə 20 qarşı qoyulursa, 30-a da 30 qarşı qoyulmalıdır. Ona görə x bərabər 5-dir. Amma yenə də ehtimal bilmirsəniz, elə çarpaz vur. 20 vur 6x bərabər 20 vur 30. Yenə də bu 20-lər gedir, eyni şey qalır. Yəni x bərabər 5-dir. B bəndi. 74. Bunun kəsr hissəsini tapın. Kəsri tapmaq üçün ədədin özündən çıxıram tamını. Bunun tamı nədir? Mənfi bir ədədin tamı özündən geridə olur. Çünki niyə? Ədəd oxunda mən mənfi 2,3-ü qeyd eləsəm, tam hissə nə deməkdir ümumiyyətlə? Ədədin özünü aşmayan, bax, ədədin özünü aşmayan ən böyük tam ədəd. Bunun özünü aşmayan, yəni bundan kiçik ən böyük tam ədəd mənfi 3-dür. Mənfilərdə ona görə bir vaç yerəcəksən də, yəni tam mənfi 3-dür. Ədədin özündən çıxıram tamını, yəni mənfi 3-ü. Mənfi mənfiyə dəyər müsibət olur, orada 2,3-dən üstü toplayırsan 0,7. Cavabımız 0,7. Kəsr hissə daimi 0-dan 1 arasında yerləşməlidir, yadda saxlayın. 1 ola bilməz, amma 0 ola bilər. 138 ədədinə hansı ədədə əlavə edeyim ki, 12, 16, 18-ə bölünsün? 12, 16, 18-ə bölünən ədəd elə onların nə idi? Əkobudur. 12, 16, 18-ə bölünən onların əkobudur. Gəlib tapa bilərsiniz əkobu. Məsələn, nə bilim, xət çəkərsən, nə edərsən? Bu ikisinin əkobu, bu ikisinin əkobu 48 olduğu görsənir. Gəlib tapa bilərsən. 48 ilə 18-in əkobu nə olacaq? Ona maraqlıdır. Ortaq çıxarıb yazaq. 48 ilə 18-dən ortaq neçə çıxar? 6 çıxar. 48-dən qalar 8-i. 18-dən qalar 3-ü. 8 ilə 3-ün əkobu aydın məsələdir ki, 24-dür. 24-ü 6-ya vuraram, 144 eləyər. Deməli, alınmalıdır 144. 138-ə nə əlavə edeyim ki, 144 olsun? 138-ə 6 əlavə eləyək 144 olsun da. Deməli, cavab 6-dır. Yəni, çıxıb tapmaq lazımdır. Bura gəldi yenə çoxluq sualı. Birləşmə 30, A-da 24 dənə, kəsmə 12 dənə. Bir dənə Eiler-Venn diaqramı çəkirəm. Düsturları var, mənasızdır, ehtiyac yoxdur. Bunların deməli kəsişməsi, yəni orta 12-dir. A-da 24 element var. 12-si ortaqdadırsa 24-ün 12-si buradadır. Birləşmə 30-dur. Birləşmə 3-ünün də cəmidir. 12 burada, 12 burada, 24. Deməli, burada bir 6 olmalıdır ki, birləşmə 30-u versin. Bizdən B-ni soruşur, MB-ni. MB nədir? Zat bağışladı. MB nədir? Bax, bununla bunun cəmi. Çünki MB B dairəsindən söhbət gedir. 12 ilə 6-ın cəmini 18 olaraq verəcəksən. Qutardı, getdi. 76-da belə bir sualdır. 77-yə gələndə yağlılığı 2% olan 12 kq südə, yağlılığı 4% olan 18 kq süd qarışdırılır. Bu qablar üsulü, mablar üsulü milyon nəyə yolu var? Bir nəyə yolun deyim, o güvəndə hətta bu, güvənin özündə hətta bunun düsturu var, belə bir düsturu. Ondan bir dənə istədiyim. 2% qarışdırır deməli 18, 4%. Mən özüm bu arada bu yolla yazmıram. Prosta da indi deyirəm, baxın. Məhlulları yaxşı öyrənmək istəyirsinizsə bu arada, mən YouTube-da Eylər Akademi kanalında məhlullarla bağlı videom var. Məhlul məsələlərini necə yazaq deyə aratsaz, Eylər Akademi yazsaz çıxacaq. Orada izah edirəm bunların düstursuz yollarını. İndi bunun düsturla yol necə idi? Deyən görüm, 12-ni 2-yə vururdu, 24. 18 4-ə vururdu, 72. Bölürdü bunların cəminə. 12 plus 18, səhv eləmirəmsə belə. Bilmirəm, düz dedim yoxsa yox. 96 yuxarıdadır. Belə kəsir alınmazdı axı. 96 yuxarıda, 30 aşağıdadır. 96-ın cavabı 3,2 eləyir. Amma cavab 3,2 ola bilər. Niyə? Sizə belə bir tüyo verim, əlavə məlumatdır. 2% ilə 4%-ni qarışdıranda alınan faiz 2-4 arası olacaq. Yəni 3,2 almışam, deməli cavabım düzdür. Yəni belə bir yolu var. Bir də başqa bir yol var. 12-in 2%-ni taparsan, məsələn neçə eləyir? %24. 18-in 4%-ni taparsan %72. Bunları ayrı bir qabda toplayanda %96 bunu burada eləyir. Yəni bu duzların cəmi. 12-18-in cəmi də 30 eləyir burada. Və həmin cavaba gəlib çıxacaq, bəli. 78. 2 ədədin əkobu 90, əbəbu 5-dir.
Əkobu əbaba vuranda 2 dənə ədəd üçün. Əkobu əbaba vuranda elə onların hasili gəlir nəticədə. Əkob 90-dır, əbob 5-dir, deməli bunların hasili 450-dir. Biri 10-dur bunlardan. Hasili 450-dir. Biri 10-dur, o birini bilmirəm. Amma hasil 450, deməli o biri nədir? 45-dir. Çünki 450-ni ona bölmək lazımdır. 45. Gəlirəm deyəsən ətraflılara. Bölən 14, natamam qismət 25, qalıq 10-dur. Bölünənin sadə bölənlərinin sayını tapın. Yəni baxın, bölünən x olsun. Bilmirəm çünki. Bölünən x-dir, bölən 14-dür, 14-də bölürəm. Qismət 25-dir, qalığımız 10-dur. İndi mən buradan x tapmaq üçün nə edərəm? 14-ü 25-ə vuraram. Üstəgəl qalıq yazaram. İndi bunu necə hesablayacağam? 25-i 4-ə vuranda 100 eləmir. İndi burada 25-i 12-ə vuranda 300 eləyəcək. Oradan 2-dən 350 eləyəcək, 10-360. Benim mənasız hesablama qaydalarım var. 360 da dediyimiz deyir, bunun sadə bölənlərinin sayını tap. Sadə bölənlərinin sayını tapmaq üçün sadə vurğularını ayırmalıyım. Çubuq çəkib yaza bilərsən, mən belə eləyəcəm. Məsələn, yazıram 36 vur 10. Sonra 36-ını yazıram 4 vur 9. 10 yazıram məsələn 2 vur 5. Ən sonunda 4-ün yerini yazıram 2-nin kvadratı. Bir dənə də 2 var, 2-nin kubu. 9-un yerini yazıram 3-ün kvadratı. Bir də vur 5 üstü 1. 5-dən bir dənə. So, ayırdım. İstəyirsən xətt çək elə ayır, fərqi yoxdur. Yəni, natural bölən, yox, sadə bölənlərin sayını tapanda hərəsindən bir dənə götürməlisən. 1, 1, 1. Sadə bölən, yəni müxtəlif sadə vurubdur da, hərəsindən bir dənə götürürsən. 3 dənə. Bu bizim birinci ətrafımız idi. Bu bizim birinci ətrafımız idi. Duzluluq faizi 15 olan 40 kiloqram duzlu su məhlulundan neçə su buxarlandıraq ki, duzluq 25 olsun. İndi baxın, 40 kiloqramdır və duzluluq faizi 15 faizdir. 40-ın 15 faizini tapanda bu bizə duzun miqdarını verir. 40-ın 15 faizini tapanda neçə eləyəcək? 6 eləyəcək. 6 eləyəcək. Bu bizə verir duzun miqdarını. Yəni deyək ki, nə qədər su buxarlandıraq? Əgər mən bir məhluldan su buxarlandırıramsa, su azalır. Su azalırsa məhlulu mu azalır? Məsələn, x qədər. Amma duz dəyişmir. Yəni elə bir ki, x qədər məhlul azalacaq, amma duz dəyişməyəcək. Və sonunda faizi 25% olmalıdır. Faiz tapmaq üçün duzu bölürsünüz, məhlulumuza artıq məhlul bu olubdur. Və faiz %25 isə, yəni 25 isə elə %25 bərabər olmalıdır. Bu 4də 1 deməkdir. 4-də çarpaz vuranda oradan 24. 40 çıxı 1-ə vuranda oradan elə 40 çıxı x. X-in buradan 16 olduğu açıq-aşkar görsənir. 16. Elə həlli belə yazsam düppədüzdür. Deyək ki, A-nın 3 misli B-nin 2 mislinə bərabərdir. Yəni demək istəyir ki, A vur 3 bərabər B vur 2. Avtomatik K gedişi ilə A-nı 2K, B-ni də 3K yazaram. Hələ birinci cümlədən bunları tapıram. B ədədinin 4 misli C ədədinin 5 mislinə bərabərdir. B-nin 4 misli, yəni B vur 4, C-nin 5 misli C vur 5-ə bərabərdir. Yəni mən buradan B-ni artıq 3K tapmışam. B-ni yerinə 3K qoysam nə olar? 3K vur 12 bərabər C vur 5. Onda buradan alınır ki, 36K səhv eləmirəm. 3K vur 12 nədir? 3K vur 4 olmalıdır. Sonra mən orada birbaşa hesabladım. Əslində birbaşa hesabladım mən orada. Çünki vur 4-də axı, 4-də birbaşa 12 dedim. 12K bərabər C vur 5. C nədir? 2.4K. Əslində necə tez hesabladım? 12-ni 5-ə böldüm. Bir ədədi 5-ə bölündə 2-yə vurun. Məsələn, 12-ni 2-yə vur, 24, yanına vergül at. Və 0-ı sil. 2.4K da budur. Ədədlərimiz məlumdur. K-ilə demişəm. C A-nın neçə faizidir? C A-nın neçə faizidir? Nə edirsən? C-ni A-ya bölürsən, nəticəni tapırsan. C A-nın neçə faizidir? C-ni bölürsən A-ya, C-ni bölürsən, vursan 100-ə. Məsələn, A B-ni neçə faizdir? A-nı B-yə bölüb 100-ə vursan. C A neçə faizdir? C-ni A-ya bölüb 100-ə vur. İndi C-miz 2.4K-dır. A-mız 2K-dır. Vur 100. K-ları yox edirəm. 2.4-ü 100-ə vuranda 240 eləyir. 240-ı 2-yə vuran cavab 120. Deməli 120 faizidir. Bir səhvlik eləmədik mi deyə baxın. Bax A vur 3 bərabər B vur 2. Elə düppədüz yazmışıq. İnşallah. Deməli burada bir M qaydası var. Biz demişik ki, bu belə xətt ziqzaqlar var ya, bax məsələn burada. Bu tip bir məsələdə hər zaman sağa baxanların cəmi sola baxanların cəminə bərabər olur. Burada sağa baxanlar bu ikisidir, 48 və 73. Sola baxanlarsa x da 65-dir, y-dir. Ona mən yaza bilərəm ki, x-in, y-in və 65-in cəmi bərabər sağa baxan 73 plus 48-in cəminə. Onda buradan x plus y nəyə bərabərdir? 65-i bura atsam, 73-dən 48-in cəmi eləyəcək 121, 120-dən 65 çıxanda eləyəcək 56. Düz edeyim, bütün beynim işlətdim. X plus y 56, amma bizdən sırf y istəyir. Onda o yaxşı hərəkət eləmədim. Sən onda yaxşı hərəkət eləmədin. Baxa, bura nə var? AB kayfə paralel deyil.
Burada ancaq full 90'lar veribdir. Bizə full 90'lar verib. O 90'lar nədən verməsin acaba? Niyə verib görəsən? Böyük ehtimalle nəsə xətt uzatmalıq tema var. Mən xətt uzatmaq istəmirəm də, amma mən istəyirəm ki, uzatmadan yazın. Onu necə eləyək ki, uzatmadan mən onu yazım. Bunların cəmi 56 deyək. Bu 90'ları veribsə 100% oradan cavab çıxacaq. 90 ilə bağlı bir şey. Görürsən, mən onu necə eləsəm rahat çıxar cavabım mənim. Bu 90 ilə bağlı bir şey. Nəsə, vaxt itirməyim. Kesin mobillərə gələcəm. Bax, bunu yadda saxla. Kesin mobillərə gələcəm, vaxt itirməyim. Burada deyəndə ərəd oxu üzərində 2x plus 7 nöqtəsi bu nöqtəsi arasındakı məsafə 9 vahiddir. İndi məsafə 9 vahiddir, amma bilmirəm hansı daha kiçikdir. Ola bilər ki, 2x plus 7 buradadır, 3x plus 3 buradadır. Yəni, bu daha arxada ərəd oxunda. Məsafə 9'dur. Yəni, yenə də balacanın üzərində 9 gələndə böyüyü verir. Ola bilər ki, belədir. Balacanın üzərində 9 gələndə neyini? Böyüyü verir. Onda mən buradan 2x'i bura atımda bir dənə x qalar. 7 ilə 9, 16, 3 çıxanda 13. X 13 ola bilər. Bu bir ehtimal. Bir də ikinci ehtimal nədir? Yerlərini dəyişək. Yerlərini dəyişsəm nə olar? 3x plus 3 burada olar. 2x plus 7 burada olar. O zaman da bu kiçik olduğu üçün bunun üzərinə 9 gələndə 2x plus 7'ni verməlidir. Yəni 3x plus 9'un üzərinə 3x plus 3'ün üzərinə 9 gələndə 2x plus 7'ni verməlidir. 2x'i bura atıram bir dənə x. Onun üçün bura atıram. Amma burada x mənfi çıxar. X mənfi çıxarmı həqiqətən? Yoxsa mən düz eləmədim. Bax, bunun üzərinə 9 gələndə nə baş verəcək? Buna bərabər olacaq. 3x plus 12 bərabər 2x plus. Burada x mənfi çıxır. Mənfi çıxmada problem var mı? Ona baxacağım indi. 12 gəlir bura olur mənfi 5. X mənfi 5 çıxır. Mənfi 5 ola bilərmi? X-imiz mənfi 5 ola bilərmi? Məncə olmaz. Çünki x-in yerinə mənfi 5 qoysam, niyə ola bilməsin ki? Ədəd oxu üzərində, bax, demir ki, bunlar müsbət ədədlərdir. Yox, ola bilər. Niyə olmasın ki? Çünki mənfi 5 qoyanda, bu eləyir mənfi 15 plus mənfi 12. Bu da eləyir mənfi 5'i qoyanda, mənfi 3. Ədəd oxunda mənfi ədədlər də var da. Yəni, məsafə zaten 9'dur. Ədəd oxunda mənfi ədədlər var. X 13 100% var idi. Amma mənfi o mənfi 5 qiymət də ölür. Çünki ədəd oxunda mənfilər var. X-in mümkün qiymətlərinin cəmini tapın. Yəni, 13 ilə mənfi 5'in cəmini tapın deyir. Bərabər 8. Yəni, hər ikisi olar. Bunda problem yoxdur ki. Belə. 84 deyir ki, bunların ədəd ortası 87'dir. Ona bunların cəmini YF bölürəm sayını 6'ya bərabər olur 87. Çarpazdan 6'ını 87'yə vururam. Bunların cəmi olur. Deyir, bunlara nəyə əlavə eləmək lazım ki, ədəd orta 93 olsun? Bunların cəmi, bir cəminə bir x deyək də, bu nə deyək? Çox belə iyrənc görürsən. Bunların cəminə bir x deyək. Onda bunların cəmi nəyə bərabər olacaq? 87 vurulsun 6'ya. 6, 8, 480, üstünə gələsən 42. 522. 522. Bunların cəmidir. İndi mən bunların cəmi 522 bir ədəd əlavə edirəm. Məsələn, x ədədini əlavə edirəm. X cəmi demişdim onsuz da. Məsələn, bir alfa ədədini əlavə edirəm. Düzdür? Onda əlavə eləyəndə bayaq sayımız 6 idi. Sayımız bir vahid artır, olur 7. Ədəd ortamız artıq belə tapılır. Bu 93'ə bərabərdir. Çarpazdan 7'ni 93'ə vursam, 93'ü 7'yə vuranda 630 plus 21, 651 edir. Və sən buradan alfanın tapası olsan, 651'dən 522'ni çıxmalı olasan. Bu da eləyəcək 129. 129 eləyəcək, səhv eləmirəmsə. Ədəd orta məsələsi, sadə bir məsələdir, yəni çətin bir məsələ deyil. 85, yəqin son sual. Uyğun tərəfləri paralel olan bucaqlardan biri budur, digəri budur. Uyğun tərəfləri paralellər ya bir-birinə bərabərdir, ya cəmləri 180'dir. O nə səsi idi? Nəsə orada qırğın oldu. Ya bunlar bir-birinə bərabərdir, ya cəmləri 180'dir. Bunlar tutaq ki, bir-birinə bərabərdir. Onda x plus 20 bərabər 4x çıxın. Onda x-i bura ataram, 3x, onu ataram 30, x bərabər 10. X-in birinci mümkün qiyməti budur. İkinci ehtimal nədir? Bunların cəmləri 180 olsun. Əgər bunların cəmləri 180 isə, birinci üstə gəl ikinci bərabər 180 yazaram. Bu eləyir 5x. Burada 10 qalır, gedir 170. Düz elədim mi? O qədər şeylərdir ki, sınaqzada doyan bu yan. Acından da ölürəm, başım da bir arayır. 10 attım bura 170. Bir şey 5'ə böləndə 2'yə vur, yanına 0 yaz. 34. 34 və 10. Bunların cəmini tapın. 44 eləyəcək.
44 eləyəcək. Prosta arada bir dənəsini buraxdıq, hə? Mən bir də ona qayıtmalıyam da. Oradakı 90 teması bizə məcbur eləyir ki, biz bunu düsturla eləməyək də. Biz nəsə xətt uzadaq, yəni nəsə özümüzdən hoqqa verək. Onu bizdən istəyir. Gəlin belə eləyək. Gəlin mən bunu bir xətt uzadıb yazmağa çalışım, görək nə baş verər. Maraq eləyirəm bu arada. Bunu belə uzatdım məsələn. Onda bu x z qaydasına görə bura gələcək. Düzdür? Məsələ bilsən nədir? Bu 90 istifadə oluna bilmir də. Məsələ 90-ın istifadə oluna bilməməsidir. Burada başqa bir gözümdən qaçan paralellik şərti də yoxdur. Və məncə x plus y-i 56 almışdım. Məncə elə bir şey var. İndi bax, bu paralellik, daha doğrusu perpendikulyarlıq bizə nə verər ki? Mən gəlib bu tərəfi də belə uzatsam. Görə nə baş verir? Görün, düzbucaqlı üçbucaq da alınır orada. Ən böyük bucaq düzbucaqlı üçbucaqdır. Aha. Onda bura 90, bura x-sa, bura olacaq 90 çıxasın x. Aha. Görün, nağarıram mən. Görün, nağarıram. Bura olacaq 90 çıx y. Onda məcbur qalacaq. Bura olacaq x plus y. X plus y 56, mən buranı tapmışam 56 əslində. Mən buranı 56 tapmışam. Sadəcə yeniləyirəm. Bizə lazımdır, nəsə bir şey lazımdır bizə burada. Əlavə nəsə bir şey lazımdır. X-dən ya da Y-dən biri. Bir şey var ki, gözümdən qaçır, onu görmürəm. Bir şey var ki, gözümdən qaçır, onu görmürəm. X plus Y 56-dır. Nə ola bilər ki? Bir bazı düşünəcəm, görsəm alınmır ki, buraxaram sizə, yorumlarda izah eləyərsiniz. Ola bilər, indi baxıram, ağlıma gəlmir yəni. Alına gəlib saxlayıb oradan buradan baxıb gəlməyin də mənası yoxdur. Ona görə indi baxım, fikirləşim, gəlsə yazacağım. İndi bax, o dediyimiz qayda ilə o hissə tapıldı. O hissə tapıldı. Bir də belə bir şey demək olar. Belə bir şey demək olar ki, məsələn, özümdən deyirəm bunu, yəni yəqin ki, daha qısa həlləri var. Mən prosta sırf cavab alım deyə bir şey eləyirəm burada. Məsələn, bunu belə uzatsam, birləşsəm, orada bir dörbucaqlı alınır. Məsələn, mən 107, buraya eləyəcək 132, offset 360 olmalı deyə. Mən bunları toplayaram, 239 bunlar eləyər, 65 gələrəm üstünə, beynimə durub, 239, 65-in cəmi eləyəcək 304. 304 isə bura qalacaq 56. 56 ilə şeydən z qaydası, m qaydasından x plus y buradan gələcəkdir. İndi əgər bura 56-dırsa, bunun tam qarşısı. Bunlar 180 deyə, bunların da cəmi eləyəcək 124. Burada 124 tapacam. Başqa mənə nə lazımdır ki? Başqa nəyə ehtiyacım var mənim? Konkret y istəyir də. Yəni, deməli, bizə bu hissə lazımdır ki, oranı y-i tapaq məsələn. Onda mən bunu belə uzadım. Bu y-i tapın deyir. Y-i tapın demir axı. Bu y-i tapın. Mən deyirəm ki, çünki bunu oxusaydım səhərdən deyərdim də, bir şey düşünərdim ona yoxun. Oxumuram mən səhərdən bunu. Bu y-i tapın. Mən elə billə, mən bunu oxudum, bax buna. Dedim ki, y-i tapın deyəcək də. X-dən y konkret çıxmır da buradan. Çünki ancaq x plus y ilə bağlı bir şey alınır. Deyirəm axı. Bu y-i tapmışam özdə mən 124. Bu y-i özdə mən 124 tapmışam. Həll elədi ya bu arada. Yəni, bilmədim, atdım, tutdum, həll elədim. Yəni, bəxtəbəxt cavabla gəldi. Düşdü. Bunu belə birləşdirdim. Baxın, sizə həllimi deyim. Bunu belə birləşdirdim. Burada mavilədiyim bir m qaydası var. Ona görə x plus y gəlib bura düşəcək. X plus y 56 almışdım mən bayaqları. O belə zigzag xəttlərin qaydası ilə bayaq almışdım. Ortalarda bir yerdə, oradan baxarsan. 73-ün nəsə qonşusuna baxdım. Nə bilim, bunun qonşusuna baxdım. Buradan nə çıxdı ki buradan? 56-nı buradan da göstərmiş oldum. Yəni, iki cür 56-nı buradan da almaq olurdu. Buradan da almaq olurdu. İki cür almaq olur. Ya da istəsən bayaq yazdığım yolla yazasan. Fərqi yoxdur, alınır. Ən sonda bu mavi dörbucaqlı görürsən. Dörbucaqlının bucaqları cəmi 360-dır axı. Oradan görürsən ki, bunun cəmi 360 olmalıdır. Onda bu gəlib 124 çıxır.
Hələ gözləmə bilmirdim ya onu soruşur. Başqa yollarla da yazmaq olar. Bura 90 çıx y-dir. Bura 90 çıxılsın x-dir. Onda burada bir m qaydası var. Bura deyiləcək onların cəmi. Yəni 180 çıxılsın x, çıxılsın y. Yəni 180 çıx 56, buradan da 124 gəlir. Yəni bunu yazmaq olar. Babat yollarla yazmaq. Mən bayaqdan deyirəm ki, bu y-i soruşur. Y nəsə çıxır buradan. X, y konkret tapıla bilmirdi çünki. Mən düz oxumamışam oranı. Yəni bunu da cavab eləyəcək 180 çıx 56, 124. Bax belə. Yəni, nə qədər imtahana uyğundur, uyğun deyil, orası tartışılır. Ona da qərar vermək mənə düşmür, belə maraqlı da deyil. Burası sınaq da işləyirsən, yəni, ən azından baxsan ki, hansı bölməni bilirdim, hansı bölməni bilmirdim. Belə şeylər. Belə də yəni, sağ olun, gecəniz xeyrə.